Düz elədin, gətirdin məni bura. Çünki doğrudan da evin yeri əla. Gəl. Dayandığım yerdən avtobus keçir. Sibrisə neçə dəqiqə olar maşınla? 5 dəqiqəlik yoldur Sibrisə. Maçdağa qaya üstü, 2 mərtəbə monolitli, 3 sotun içində heyətinə 3-4 dənə maşın girir. Yəni yer lokasiya deyirlərdi, məkan əla. Bura belə bir plaşyatkadır. Yəni dincələ bilərsiniz, bağlaya da bilərsiniz, istəsöz. Amma bu vəziyyətdə satılır. Həyətin işıqlandırması, qiymət. Mən zəng edirəm ki, Sibrisə yaxın istəyir. Buradan maşınla 2 dəqiqə, 3 dəqiqə çatırsa Sibrisə. Yer əla. 5 otaqlı, sənədimiz qaydasında, hər 2 mərtəbə istipoldur. Baxaq, giriş hissəsi. Mən də deyirəm, nətər evdir, nətər. Doğrudan da elə yaxşıdır. Bu ev tez satılacaq. Ona görə də tələsin. Birinci mərtəbəni gördünüz, qonaq otağı. Qonaq otağı. Sonra bir dənə giriş qapısı, mətbəximizə baxaq. Mətbəx. Belə vəziyyətdə. Sonra burada, bax. Burada bir dənə yataq otağıdır. Evin arxasında da, gəl bunu da çəkək göstərək. Belə bir boş sahə var. Nə bilim, burada da nəsə eləmək olar. Kladovka, nəsə stol, stul, naves, mangalxana, nə bilim, nə istəyirsiniz. Gəl. Sonra 160.000 manat. Tam sizə uyğun. Deməli, bura 2 pozisiyadan ibarətdir. Bu sanuzeldir. Burada da paltar yanınızı qoyacaqsınız. Bu xətlər çəkilibdir. Yuxarıda da bizi 3 dənə yataq otağı gözləyir. Buyur. Oba market yanında, qardaş, dayanacaq yanında, yolun qırağı, maşının palçığa batmır. Ki, gəldi, nə gəldi? Gəldi, deməli, 2-ci mərtəbədə 1-ci yataq otağımız. Pəncərələrin qabaqları açıq damcı, işıqlıdır. Sonra, bu 2-ci yataq otağıdır. Buranın da maşallah olsun, bir dənə belə bir qardırobu var. Ay Stipolun kollektorları, hamısı çəkilib. Təbii ki, indirim olacaqdır. Amma çox indirim gözləmir. Yəni, bu da 3-cü yataq otağımız. Bax belə, 2-ci mərtəbədə deməli Stipol, 1-ci mərtəbədə Stipol. Eyvanımız. Sanuzel. 2-ci mərtəbəli. Sanuzeldə var. Bura duş kabin içində. Ayrıblar. Özsalam. Yəni, yaxşı ev istəyirsinizsə, yeri yaxşı, dayanacaq və s. və ilaxı, bu həmən siz axtardığınız evdir. Zənginizi gözləyirəm 070 858 31 44. Bu şansı bırakmayın. Sağ olun.